Salam əziz biz bu günlər sizdən buraxılış imtahanı olarkən növbəti sualın izahını olacaq. İzahların davamlı olaraq gəlməni istəyirsə kanala abunə olun və videoları ətrafınızda paylaşın. Deməli, sualda deyir ki, müqayisə cədvəlinə əsasən doğru fikri müəyyən edin fikirləri burada. Lazım şəkil çevrilisi asıdır. Şivarında A şəklində A ər. İki variantları var. Təsdiqlə işlənsə inkar işlənə bilmir. Xeyr, lazım şəkil namə ilə işlənə bilmir, amma bütövlükdə işlənə bilmir. Şey yanlışdır, deyil sözündən işlənə bilir. Məsələn, gələsiyəm, gələsi deyiləm. Bu yanlış fikirdir. Gələsin sözü bu şəkildədir. Xeyr, bu arı şəkildə gəl görüş ər. Arşivçilik siz şəxs sonluğu bu lazım şəkildə olmaq üçün gəl əsisiniz belə olmalıdır. Bu da yanlışdır. Kaş anardı gəlsin cümləsində bu feil işlənib arı şəkildə. Xeyr, kaş arzu ədatıdır, amma feil əmr şəklində, arı şəkildə deyil. Gəl görüş sin şəxs sonluğu. Arı şəkildə olsaydı bu şəkildə belə olmalıdır. Bu da yanlışdır. İyisin köməkçi sözü ilə işlənə bilmir. Bəli, gələ isə, gedə isə deyə bilmirik. Bu doğrudur, götürürük. Cümlənin feil xəbəri olur, hər ikisi və feilin bütün şəkilləri, yəni təsəvvür verilmə feil xəbəri olur. Bu doğrudur, nainki lazım arzu hamısı 4-5 məcbur növdə işlənə bilir. Yenə də bütün şəkillər lazım, arzu, məsələn, gediləsi, gəlməsi, hamısı məsul növdə, feil qanunlarında ola bilir. Düzgün cavab zamanı olur 4-5-6. Sağ olun.